Burada deməli şahmatı necə olur? Y4, Y5 ağlar oynayır burada. Vəzir H5 və yaxud vəzir F3 oynayırlar. Sonra da fili C4-ə çıxartdıqdan sonra F7-də mat qoymaq istəyirlər. Yəni misal üçün belə şəkildə və F7-də də biz də belə bir gediş eləsək, burada F7-də mat qoymaq istəyirlər. Necə vəzirin belə ikinci gedişdə hücuma keçməkdən necə qorunmaq olar, onu göstərəcəm. Deməli, ilk gedişimiz elə atla da at C6 oynayırıq, piyadamızı qoruruq. Çünki əgər biz misal üçün belə oynasaq, burada bizdə vəziyyət çox pis olur. Çünki ağlar bizim topumuzu da, piyadamızı da götürür. Ona görə ilk növbədə G5-dəki piyadanı qoruyuruq. Ondan sonra ağlar yenə də öz hücumunu davam etdirmək istəyirlər. Burada isə artıq J6 gedişini oynaya bilirik. Qaralar öz ümidlərini, daha doğrusu ağlar öz ümidlərini kəsmirlər. Vəzir F3 oynayırlar. F7-dən yenə də mat qoymaq istəyirlər. Biz isə burada artıq atla qorunuruq. Burada da çox populyar bir gediş var ağlar üçün. Çox şahmatçı belə oynayır. Oynayırlar J4. J4 misal üçün biz belə gedişdən sonra istəyirlər belə oynasınlar və biz də atımızı çəksək burada mat qoyurlar. Çəkməsək də atımızı itiririk. Ona görə burada gözəl bir gediş var. Biz deməli burada oynayırıq. At D4. At D4 oynadıqdan sonra ağlar məcbur olur qayıtsın deməli D1 xanasına. Biz isə burada oynayırıq D5. Artıq biz hücuma keçməyə başlayırıq. Çünki vəziri başladığı xanadan, yəni ilk növbədə olduğu xanaya göndəririk. Və buna görə də bizdə temp olur. Ona görə də artıq oyunda üstünlük bizə keçir. Biz deməli hücum eləməyə başlayırıq. Oynayırıq vəzir D5. Vəzir D5 gedişindən sonra ağlar əlbəttə ki piyadanı piyada ilə vurur. 7 oynayırlar. Biz isə D5-dəki piyadanı götürmürük. J4-dəki piyadanı fillə vururuq. Fil J4 oynayırıq. Burada da qaraların vəzir qorumaq üçün yeganə bir gedişi var. O da deməli F3 gedişidir. F3 gedişinə biz baxmayaraq biz oynayırıq at Y4. At Y4 oynadıqdan sonra aydın məsələdir. Əgər atı vursalar biz vəziri götürürük. Əgər yox, rəqib görsə ki atı vurmaq olmur, fili götürəcək. Və bu da səhv gedişdir. Çünki biz burada H4-dən vəzirlə